Bax, bu sözümü kişi ilə dostluq elə. Kişi ilə dostluq elə, amma qadınla dostluq eləmə. And ol Allaha, kişi ilə dostluq elə, yıxılarsan birinci əlindən sənin əsl dostdan söhbət gedir. Əlindən tutub səni qaldırar. 5 nəfərin içində sənin haqqında bir söz deyər, çönüb deyər ki, bax, o da dost olar, onlar da dost olar, sənə dost olar. Çönər deyər ki, o mənim dostumdur. Mənim yanımda sən də mənim dostumsan, dostumun haqqında danışma. Amma qadının yanında oturub qadın haqqında danışarsansa, durub 5 də artıq sənin haqqında danışacaq. Ay, sağ ol, aynən. Ona görə mən illərlə bir nəfərlə dostluq elədim. Mənə heç vaxt pisliyi dəyməmişdi. Heç vaxt. And olsun Allaha, mənim tikəm olsa ona verərəm, onun tikəsi olsa mənə verərdi. Amma demək ki, bunlar hamısı palavraymış. Bax, Allah hamd olsun. Zaman illər keçdi. Bir şey ki, o insana görə ölümü gözə alıb qabağa gedən insan olmuşam ki, yəni öləcəm də, yəni elə bir. O da mənə maddi baxımdan həmişə dəstək olub. Bax, bunu da deyirəm. Mən heç vaxt heç nəyə danan deyiləm. Maddi tərəfdən mənə çox dəstək. Amma mənəvi tərəfdən mən ona dəstək olmuşam. Mənim maddiyyata heç vaxt gücüm olmayıb da. Yalan nə deyim ki, deyim gücüm olub, yox. Maddi o mənə də, amma mənəvi mən ona dəstək olmuşam. Ən pis vaxtlarında. O da maddi tərəfdən mənə dəstək olubdu. Amma zaman keçdi, bir günləri mənə telefon hədiyyə olundu, iPhone telefonu. Və oturduğum yerdə elə bir şeylər eşitdim, elə bir şeylər gördüm, elə bir üzlər açıldı, elə bir, nə bilim, insan, arıqlamışam, insan necə şok olar ki, bir insanla bir süfrədən çörək yiyəsən, bir insanla bir qavdan. Siz kişisiniz, başıva dönüm, sən görmürsən ki, mən o boyda uşaq doğmuşam.